İnsan dəyişmir düşüncəsi tamamilə irfana zidd bir yanaşmadır. İrfanın bütün fəlsəfəsi elə insanın dəyişə biləcəyi, nəfsi islah edəcəyi üzərində qurulub. Ayətullah Həsənzadə Amili deyirdi ki, insan ruhu donmuş bir daş deyil. O daimi axışda olan maye kimidir. İnsan dəyişməz olsaydı, Allah peyğəmbərləri və kitabları göndərməz, tövbə qapısını əbədi olaraq açıq saxlamazdı. Quranda buyurulur, şübhəsiz ki, Allah tövbə edənləri də sevir, təmizlənənləri də. Əgər yaradan bəndəsinin dəyişəcəyinə inanıb ona hər saniyə şans verirsə, bəndənin digər bəndəyə sən dəyişməzsən deyib qapını bağlaması təkəbbürlüydür. Biz çox vaxt qarşımızdakı insanın 10 yaxşılığını unudub bir səhvinə görə onu həyatımızdan silirik. Əllamə Təbətəbai Əl-Meyzan təfsirində qeyd edirdi ki, Allah belə bəndəni mühakimə edəndə onun yaxşılıqları ilə pisliklərini tərəziyə qoyur. Əgər yaxşılıqları ağır gələrsə, pislikləri silir və bağışlayır. Çünki Quran buyurur, həqiqətən yaxşı əməllər pis əməlləri silib aparır. Ümumiyyətlə insan məsum deyil və qarşındakı insandan məsumluq gözləmək özü bir bəsirətsizlikdir. Ayətullah Behçət ağa deyirdi ki, əgər insan bir anlıq nəfsinə məğlub olub yalan danışıbsa və ya xoşagəlməz bir hərəkət edibsə, lakin sonra etiraf edib və bunu bir vərdişə çevirməyibsə, ona mütləq şans verilməlidir. Quranda buyurulur, gərək bağışlasınlar və keçsinlər. Məyər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Əllamə Qazi yazırdı ki, elə insanlar var ki, onların zəhəri sizin ruhunuzu öldürür. Bir insan yalanı, aldatmağı və zülmü özünə xarakter edibsə, hər dəfə bağışlandıqdan sonra eyni şeyi bilərəkdən təkrarlayırsa, ona yenidən şans vermək, ağılsızlıq və öz nəfsinə zülm etməkdir. Allahın təqdiri və qəzası insanın öz daxili iradəsi və seçimlər vasitəsilə gerçəkləşir. Ayətullah Həsənzadə Amili yazırdı ki, insan ruhu bu dünyaya gələndə xam material kimidir. O, Adəm şüuru mərhələsinin ən aşağı qatında, yəni təcrübəsizlik və fərqindəsizlik dövründə olur. Əgər bir insan vaxtilə elmsizlikdən, ailənin mənəvi baskısı altında sıxılaraq, yox demə iradəsinə sahib olmadığı bir dövrdə səhv qərar veribsə, Allah onu bu keçmiş qərara görə əbədi bədbəxtliyə məhkum etmir. Şəhid Mürtəza Mütəhərri qeyd edirdi ki, insanın dərrakəsinin və elminin çatmadığı yerdə verdiyi məcburi qərarlar onun daxili azadlığının yoxluğunu göstərir. Yəni o zaman o insan həqiqi mənada azad deyildi ki, onun seçimi tam mütləq bir günah və ya iradə forması sayılsın. Bir insan qarşısındakı şəxsin mənəviyyatsız, zalım və ya uyğunsuz olduğunu anladığı an, Allah ona ağlı və bəsirət nuru ilə bir siqnal vermiş olur. Əgər bəndə bu ilahi xəbərdarlığı görüb göz yumursa, bu artıq ilahi yazı sayılmır. İnsanın öz nəfsinə və gələcəyinə etdiyi zülmdür. Əllamə Qazi deyirdi ki, bir insanın bəsirəti açıldıqdan, qarşısındakı zülmü və bədbəxtliyi gördükdən sonra hələ də cəmaət nə deyər deyib geri çəkilməsi xofi bəşərdir, yəni insan qorxusudur və bu irfanda gizli şirkə yaxın bir hal sayılır. Çünki insan bu halda cəmaətin qınağını və təzyiqini Allahın qanunlarından, öz ruhunun paklığından və kəramətindən daha üstün, daha qüdrətli görür. Şəhid Mürtəza Mütəhərri İnsan və Tale əsərində qeyd edirdi ki, Allah heç kimin taleyini onun iradəsindən müstəqil olaraq bədbəxtliklə yazmamışdır. İnsan bilməlidir ki, onun daxili huzurunu pozan, onu günaha çəkən və qəlbini paramparça edən heç bir seçim qismət adı altında Allaha yüklənə bilməz. Allah bəndəsinə yalnız hüzur, kəramət və paçlıq istəyir. Ayətullah Həsənzadə Amili deyirdi ki, insanı mütləq müstəqil bir güc kimi təqdim etmək, onu öz təbiətinə zidd bir bütə çevirməkdir. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insana verilən acizlik, mütləq qüdrət olan Allaha bağlanması üçün verilən bir mənəvi rəhmətdir. Əllamə Təbətəbai Əl-Meyzan təfsirində qeyd edirdi ki, İslam irfanı insanın daxili potensialını, istedadını və bacarıqlarını inkişaf etdirməsini qadağan etmir. Əksinə insan elmdə, idmanda və işdə ən uca zirvəyə getməlidir. Lakin buradakı mənəvi tərəzi budur ki, insan öz bacarığına müstəqil bir güc kimi yox, Allahın ona verdiyi bir əmanət və təzəlli kimi baxmalıdır. Quran buyurur, əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər o sizi tərk edərsə, ondan sonra sizə kim kömək edə bilər? Möminlər yalnız Allaha təvəkkül etsinlər.